1920-ci illərin əvvəlləri idi. Dünya yeni bir texnologiyanın asılmasındaydı. Radio artıq insanlara uzaqdan səs çatdıra bilirdi, amma bir sual hələ də cavabsız qalırdı. Səs göndərmək mümkündürsə, bəs görüntü göndərmək olmazmı? Bu fikir bir çox alimləri düşündürürdü. Amma bu ideyanı həyata keçirən adam nə məşhur professor idi, nə də böyük bir laboratoriyanın rəhbəri. O sadəcə bir fermer ailəsində böyümüş gənc idi. Onun adı Philo Farnsworth idi. Farnsworth uşaqlığı ABŞ-ın ucqar kəndlərinin birində keçmişdi. Elektrik belə hələ hər evdə yox idi, amma o maşınlarla və texnologiyaya qəribə maraq göstərirdi. Bir gün tarlada işləyərkən torpağın necə şumlandığını diqqətlə izləyirdi. Traktor torpağı paralel xəttlər şəklində bölürdü. Birdən gənc Filonun beynində qəribə bir fikir yarandı. Əgər şəkli də bu cür xəttlərə bölmək mümkün olsa və hər xətt ardıcıl şəkildə göndərsək, bəlkə də görüntü uzağa ötürmək olar. Bu fikir onun həyatını dəyişdi. Farnsworth illərlə bu ideyanın üzərində çalışdı. O, elektron şüalarla işləyən bir sistem hazırlamağa başladı. Məqsədi şəkli elektrik siqnalına çevirmək idi. 1927-ci ildə o kiçik laboratoriyasında ilk sınağı həyata keçirdi. Qarşıdakı kamera sadə bir obyekt qoyuldu. Elektrik sistem işə düşdü. Digər otaqdakı ekranda isə zəif titrəyən bir görüntü yarandı. Bu sadə bir xətt idi. Amma bu xətt tarixdə ilk tam elektron televiziya görüntüsü idi. O anda Farnsworth başa düşdü ki, görüntü artıq naqillər vasitəsilə ötürülə bilər. Sonrakı illərdə texnologiya inkişaf etdi. Böyük şirkətlər televiziya sistemləri qurmağa başladı. Ekranlar evlərə girməyə başladı. İnsanlar ilk dəfə uzaq şəhərlərdə baş verən hadisələri evlərində izləməyə başladılar. Dünya sanki kiçildi. Bir vaxtlar yalnız radio ilə eşidilən hadisələr artıq görünə bilirdi. Bu gün isə televiziya sadəcə bir cihaz deyil. Filmlər, xəbərlər, canlı yayımlar, idman oyunları, milyonlarla insan eyni anda eyni görüntüyə baxa bilir. Hətta artıq televizor da dəyişib. Telefonlarımızda, kompüterlərimizdə, internetdə minlərlə video var. Amma bütün bu görüntülərin arxasında bir anda yanır. 1927-ci ildə kiçik bir laboratoriyada yaranan o zəif xətt, bəlkə də Farnsworth o gün bunun nə qədər böyük dəyişiklik yaradacağını bilmirdi. Amma o sadə ideya, şəkli xəttlərə bölmək fikri dünyanın baxış tərzini dəyişdi. Bu gün